Xidməti proqramlar diskin təmizlənməsi. Salam dostlar, növbəti dərsimizdə sizləri xoş gördük. Bugün maraqlı bir mövzu ilə, xidməti proqramlar mövzusu ilə tanış olacağıq. Xüsusilə də diskin təmizlənməsi haqqında danışacağıq. Bəlkə siz də hiss etmisiniz, bir müddət keçdikdən sonra kompüter yavaşlayır, proqramlar gec açılır, bəzən də donur. Bunun səbəbi çox sadədir. Diskin yaddaşında artıq fayllar toplanıb. Bəs bu faylları necə silmək, kompüteri necə sürətləndirmək olar? Gəlin bunu birlikdə öyrənək. İlk öncə gəlin xidməti proqramların nə olduğunu öyrənək. Xidməti proqramlar kompüterin texniki vəziyyətinə nəzarət edən, səhvləri aradan qaldıran və sistemin işini yaxşılaşdıran proqramlardır. Yəni kompüterin təmir briqadası kimidir. Bu proqramlar kompüterin daha sabit, səliqəli və sürətli işləməsini təmin edir. Misal üçün, diskin təmizlənməsi lazımsız faylları silir. Diskin yoxlanması səhvləri tapır və düzəldir. Disk defraqmentasiyası faylları nizama salır. Sistem bərpası sistemi əvvəlki vəziyyətə qaytarır. Bugünkü dərsimizin əsas hissəsi diskin təmizlənməsi, disk cleanup proqramıdır. Diskin təmizlənməsi necə aparılır? Disk cleanup Windows əməliyyat sisteminin daxilində olan xidməti proqramdır. Bu proqram kompüterdə artıq və müvəqqəti faylları silir və beləliklə də diskdə yer boşalır, kompüter sürətlənir. Addım-addım diskin təmizlənməsi. Start menüsünə daxil olun. Axtarış yerinə disk cleanup yazın. Açılan siyahıdan proqramı seçin. Qarşınıza çıxan pəncərədə təmizləmək istədiyiniz diski seçin. Adətən bu C diski olur. Proqram analiz aparacaq və lazımsız faylların siyahısını göstərəcək. Lazım olan faylları seçin və OK, Delete Files düymələrini sıxın. Bu qədər sadə. İndi artıq kompüterinizdə həm yer boşalır, həm də sistem bir qədər sürətlənir. Diskin təmizlənməsinin əhəmiyyəti. Diskin təmizlənməsi vacibdir. Çünki kompüterin işini sürətləndirir, diskdə əlavə yer yaradır, sistemin səhvlərini azaldır, lazımsız faylların toplanmasının qarşısını alır. Əgər bu əməliyyatı ayda bir dəfə etsəz, kompüteriniz uzun müddət problemsiz işləyəcək. Diskin təmizlənməsindən sonra disk defraqmentasiyası aparmaq da faydalıdır. Bu proqram diskin içində dağınıq halda olan faylları düzür və sistemin məlumatları daha tez tapmasına kömək edir. Təsəvvür edin, kitabxanada kitablar qarışıb. Defraqmentasiya onları rəflərə düzür. Yekun. Beləliklə bu dərsdə öyrəndik ki, xidməti proqramlar kompüterin düzgün işləməsini təmin edən, onun texniki vəziyyətini nəzarət edən xüsusi proqramlardır. Onlar əməliyyat sisteminin sanki gizli köməkçiləridir. Diskin təmizlənməsi bu xidməti proqramlardan biridir. Onun əsas məqsədi kompüterdə toplanan artıq, müvəqqəti və lazımsız faylları silməkdir. Disk defraqmentasiyası isə diskin daxilində dağınıq vəziyyətdə olan faylları nizama salır. Bu, sanki kitabları rəflərə düzən bir kitabxanaçı kimidir. Fayllar səliqəyə salındıqda, kompüter onları daha tez tapır və məlumatlara daha sürətli daxil olur. Bütün bunların nəticəsində kompüter daha sürətli, sabit və etibarlı işləyir. Unutmayın, kompüterdə insan kimidir. Vaxtaşırı qulluq və qayğıya ehtiyacı var. Ev tapşırığı. Öz kompüterinizdə və ya məktəbin kompüterində disk cleanup proqramını açın. Hansı faylların silinməsini təklif etdiyinə baxın və araşdırın. Əla, bugün də çox gözəl dərs keçdik. İndi artıq bilirsiniz ki, diskin təmizlənməsi kompüterin daha sürətli və effektiv işləməsinə kömək edir. Sağ olun, yeni dərslərdə görüşənədək.